Bu gün sizə Milli Məclisin spikeri və sədri olan Zabir Qafarov haqqında danışmaq istəyirəm. Bu insan Azərbaycan xalqına birbaşa qənim kəsilib. Arada bir bəzi Milli Məclisin deputatlarından kimsə xalqın xeyrinə danışmaq istəyirsə, bu insan o insanları çalışır ki, sustursun. İzləyək. Regionlarda uşaq bağçaları tikmək olmazdımı? İcma və layihə adı ilə uşaqlara tərbiyə və təhsil vermək qeyri-mümkündür. Həmçində qrant layihələri vasitəsilə. Əlimizdə olan vəsaiti rasional xərcləmirik və sonradan sahələr üzrə geriləmələri təhlil edirik. Üzünüzdən elə çıxır ki, ümumiyyətcə təhsil yoxdur. Heç olmasa bir-iki kəlmə o tikilən məktəblər haqqında deyin, uğurlar haqqında deyin. Özünüz yaxşı bilirsiniz ki, təhsildən gələn adamsınız. Təhsildə olan islahatlar 1 ilin, 2 ilin içində Bizim dildə desək, bu 125 qoyunu bir qoyun başçılıq eləyir. Hələ bir deputatımız da var, Tahir Rzayev. Tanış edeyim sizi Tahir Rzayevlə. Tahir Rzayevin bir gözəl bir fikir bildirib ki, deməli, yolu keçən bir piyadaya yol vermək gözlənilməzdir. Yəni ki, fikirdən belə başa düşürük ki, yolu keçən bir piyadaya yol vermək lazımdır. Taftalayıb üstündən keçmək lazımdır. Bu çünki yolu keçən bir piyada tıxac yaradırmış. Bütün problemlərimizi həll eləyiblər bunlar, keçiblər artıq piyadalara. Kanalizasiya sistemlərindən çıxıb danışan yoxdur, amma ağla sığmaz fikirlər irəli sürürlər bu filosoflar. Milli Məclisdə oturanların elədiyi müzakirələrə baxın siz. Piyada keçidindən istifadə etmək olmaz. Səyyad aran çıxardıb dərmanın tarixçəsi, dərmanın tərkibı haqqında verilən bir məlumatlar qeyd olunur. Fikir bildirir ki, gəlin bunu dərmanın içində yerləşdirməyək, bu lazımsız bir şeydir. Xalqın lazım olan problemləri qalıb qırağa, lazım olmayan bir lazımsız söhbətlər gedir Milli Məclisdə. Valla bunlara Milli Məclisdə oturan insan yox, xalqın nümayəndəsi deməyək bunlara. Bunlar mənim fikrimcə bir qoyun toplusudur. Oturublar orada, 125 dənə qoyundur. Oturub orada 10 milyon əhalini idarə etməyə çalışırlar. Lazımsız müzakirələr gedir. 6 ildir 80 manatın qalxması barəsində söhbətlər gedir. Daha doğrusu güya eləmək istəyirlər, amma hələ də ortada bir şey yoxdur. Amma 2 gün içində çıxış edilər ki, Milli Məclisin deputatların maaşını qaldırmaq lazımdır, nazirlərin maaşını qaldırmaq lazımdır. Qəbul olundu, qalxdı. 5 min, 10 min pul qalxdı. O Milli Məclisin stollarının o baxsaz dəyərinə, qiymətinə, valla o stola yaraşmır orada oturanlar. Oradakı bu havaya yaraşmır orada əyləşən şəxslər. Heç biri yaraşmır. Yeni bir parlament qurmalıyıq. Yoxsa əks halda bizi bunlar belə bir insanlar uçuruma aparır.